Yeni il gecəsi ən çox yalan deyilən gecələrdən biridir. Amma narahat olma, bu yalanlar başqasına yox, özümüzədir. Bu videoda sənə yeni il gecəsi dediyin, amma hər il eyni qalan ən məşhur yalanları göstərəcəyəm. Başladıq. Bu il dəyişəcəm. Ən məşhur yeni il cümləsi. Dünyada milyonlarla insan eyni saniyədə eyni cümləni deyir. Və maraqlıdır ki, bir çoxumuz plan qurmuruq. Necə dəyişəcəksən? Nə vaxt dəyişəcəksən? Nəyi dəyişəcəksən? Yox, sadəcə dəyişəcəm. Bu dəyişmək deyil, bu ümidlənməkdir. Yeni il gecəsi ümid ucuz olur. Hamı səbət-səbət alır. Son dəfədir. Bu cümlə yeni ilin rəsmi himnidir. Bu cümlə olmasaydı, bəlkə də yeni il gecəsi ləğv olunardı. Son dəfə siqaret, son dəfə gec yatmaq, son dəfə tənbəllik. Bu sonuncu içkimdir. Əlbəttə, həmişə son dəfədir. Amma maraqlıdır, bu son dəfələr illərdir bitmir. Deməli, problem sonuncu dəfə deyil. Problem sonra nə etdiyimizdir. Çünki biz sonra heç nə etmirik. İnsanlar elə bilir ki, 1 yanvar sehirlidir. Güya gecə 23:59-da tənbəl idin, 00-da oldun lider. Təəssüf, beyin belə işləmir. Yeni il səni dəyişmir. Yeni il sadəcə təqvimi dəyişir. Sən isə eyni telefonla, eyni vərdişlərlə, eyni bəhanələrlə oyanırsan. Sadəcə tarix fərqlidir. Problem isə yerindədir. Yanvarın 1-i. Bugün dincəlirəm, bayramdır. Yanvarın 2-si. Sabahdan ciddiyəm. Yanvarın 3-ü. Bazar ertəsi daha yaxşıdır. Yanvarın 10-u. Fevraldan lap başqa cür olacaq. Fevral martdan, mart Novruzdan sonra və beləcə sən dəyişmirsən. Sadəcə təqvimlə qaçırsan. Narahat olma. 2026-da var. O da alınmasa 2027 səni gözləyir. Təqvimlə qaçmaq plan deyil, qorxaqlıqdır. Dəyişmək istəyən insan ilin əvvəlini gözləmir, qərarı dərhal verir və ilk narahat addım atır. Bu video səni motivasiya etmək üçün deyil, səni ayıtmaq üçündür. Əgər bu sözlər sənə toxundusa, deməli problem var. Toxunmadısa, narahat olma. 2026, 2027, 2030 hamısı səni gözləyir. Sadəcə unutma, illər səni gözləmir, vaxt isə heç kimi bağışlamır. Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni iliniz mübarək. We'll take a cup of kindness yet for all.